Dünyanı sevdiyinə, sevmədiyinə də verir. Lakin imanı sevdiyinə verir. Allahın sevdiyi qullarla bir yerdə olmaq, onlarla zikr üzərində cəm olmaq böyük bir neymətdir. Nə üçün Allahın sevdiyi qullar deyirik? Kimsə deyə bilər ki, yəni biz hardan bilirik ki, bizim cəm olduğumuz qardaşlar Allahın sevdiyi qullarıdır. Allahın Resulü Muhammed sallallahu aleyhi və səlləm bildirib bunu bizə. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm İnnallaha yu'ti dunya men yuhib və men la yuhib. Allah Teala dünyanı istədiyinə də verir, istəmədiyinə də verir. Və yu'til iman illə men yuhib. İmanı isə sevdiyinə verir. Dünyanı sevdiyinə, sevmədiyinə də verir. Lakin imanı sevdiyinə verir. Elhamdülillah, Allah Taala'nın sevimli qullarıdır qardaşlarımız. Allah barədə yaxşı zənn deyil ki, Allah Taala ona ibadət eləyən, onun əmrlərin yerinə yetirən, qadağalarından çəkinən, Allahı Rəbb olaraq dəyərləndirən qulları Allah Taala sevir. Bizim Allah barədə olan gözəl zənnimizdir bu.